Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Deməli, bugünkü videoda mən həftəlik proqnoz edəcəm. 3 variant olacaq. 3 variantdan birini seçəcəksiniz. Bu sizin intuisiyanıza dayanıqlı bir videodur. Ona görə sizin seçiminiz vacibdir. Baxımlar ümumidir. Bunu da nəzərə alın. Zəhmət olmasa şəxsi, yalnız sizin üçün olan baxımlara görə Instagram üzərindən müraciət edə bilərsiniz. Videomun altında qeyd olunur. Deməli, mən isə ailədən gəlmə Yahudi baxıcıyam. Kanalımda müxtəlif cür rituallar, baxımlar, proqnozlar paylaşıram. Əgər maraqlıdırsa abunə ola bilərsiniz. Telegram kanalım üzərindən isə bürclər üzərindən proqnozlar olunur. Orada abunə ola bilərsiniz. Əgər sizə maraqlıdırsa. Deməli, 1, 2, 3. Deməli, şərt bölməsində qeyd etmişdilər ki, nəsə qoyun kartların üzərinə ki, seçim etmək daha asan olsun. Mən bunu niyə etmirəm? Deməli, intuitiv seçim çox vacibdir. Mən əşya qoysam, siz artıq intuitiv seçim etməyəcəksiniz. Siz onu rənginə, formasına görə ya da və sair şeylərə, yəni kriteriyalara görə seçim edəcəksiniz də. Yəni, onun ya forması sizin xoşunuza gələcək seçəcəksiniz, ya rəngi sizin xoşunuza gələcək seçəcəksiniz. Bu intuitiv seçim olmayacaq. Vacib olan intuitiv seçimdir. Ona görə hansı karta sizi daha çox çəkirsə, onu da seçin. Ona görə də əşya qoymuram. Bu çox vacib bir elementdir. Yəni məqamdır. Deməli, mən isə çox gözləmək istəmirəm. Seçim üçün daha çox vaxt tələb olunursa, dayandırırsınız videonu. Bunu həmişəki kimi deyirəm, amma təzə izləyicilər üçün bunu qeyd edirəm. Yenidən, deməli, dayandırırsınız videonu, seçiminizi edirsiniz. Etdikdən sonra da davam edirsiniz baxmağa. Mən isə gözləmirəm çox, keçid edirəm birinci varianta. Deməli, burada həftə boyu maddi məsələlər çox vacib olacaq. Maddi məsələlərlə bağlı çoxlu ya danışığınız, ya görüşləriniz ola bilər, ya da ümumiyyətcə fikriniz maddiyata çox fokuslana bilər həftə boyu ki, nə qədər çox pul əldə edim ya da hansısa pulu geri qaytarım, əldə edim demək olur da, indi borc verirsiniz, borcu necə qaytarım ya da borcu necə alım ya da hansısa ödəməni necə alım. Yəni burada maddiyatla bağlı əsas mövzu olur həftə boyu, sizin üçün əsasdır. Həmçinin də qeyd etmək istəyirəm ki, burada sizin üçün hansısa yol da vacib olacaq. Yəni harasa getmək vacib bir məsələ olacaq həftə boyu, yəni əsas mövzusu olacaq həftənin. Həmçinin də qeyd etmək istəyirəm ki, burada təkcə yol deyil, yəni burada sizin həyatınızla bağlı ya da ki, hal-hazırdakı durumunuzla bağlı nəyisə qoyub təzə şeyə yönəlmək, yəni bir şeyi qoyub təzə şeyə yönəlmək də vacib olacaq, ya da ki, nəyisə geridə qoymaq, arxada qoymaq, artıq unutmaq, yəni bu da vacib bir məqamlardır olacaq. Yəni bu bəzi insanlar üçün olacaq. Həmçinin də qeyd etmək istəyirəm ki, burada deməli sizin maddi maraqlardan savayı həftə boyu deməli öz maraqlarınızı qorumağınız da vacib olacaq. Yəni özünüzə necə rahat olacaq, sizin özünüzə necə rahatdır, sizin öz perspektivləriniz, öz gələcəyiniz, öz rahatlığınız vacib olacaq. Yəni siz belə şeylərə əhəmiyyət vermirsinizsə, burada sizə kartlar tövsiyə edir ki, belə şeylərə daha çox fokuslan, maddiyatına, gələcəyinə, sənin özünə lazım olan nədirsə onu fikirləş, başqasına lazım olanı fikirləşmə, özünə nə lazımdır, sən onu daha çox fikirləş. Çünki bəzən insanlar olur ki, onlar özünü unudur, yəni elə düşünür ki, özü də var içində. Amma daha çox qarşı tərəfi düşünür. Yəni deyir ki, qarşı tərəf üçün fədakarlıq eləyir ki, daha çox onun üçün eləyim, daha çox verim. Burada bundan artıq vazgeçmək lazımdır. Yəni belə şeyləri qoymaq lazımdır. Təzə şeylərə yönəlin və həmçinin də öz xeyrinizə, öz uğurunuza lazım olan şeyləri edin. Yəni
başqalarını fikirləşməyi unudun. Həmçinin də burada qeyd etmək istəyirəm ki, burada biraz egoizm vacibdir. Yəni bu konkret olaraq belə yaxşı egoizmdir. Haçan ki biz öz maraqlarımızı, özümüzün dəyərini bilirik, öz maraqlarımızı ilk sırada qoyuruq, bu vacibdir və başqa insanların, burada bu da qeyd olunub kartlarda, başqa insanların sizin həyatınıza təsirini əngəlləyin. Qoymayın ki, o insanlar sizin həyatınıza təsir göstərsin, sizə necəsə qatışsın, eləsin. Əgər qarşı tərəf sizi seçmirsə ya da sizin ilişkinizə başqa insanı daxil edirsə, o insanı artıq qoymaq lazımdır. Çünki burada bəzi insanlarda belə bir şey ola bilər ki, başqa insanların qatışmağına görə, başqa insanların xəyanətkarlığına görə siz öz maraqlarınızı, öz dəyərinizi itirirsiniz. Yəni sizə gələcək xeyirləri itirirsiniz, yəni sizə gələn, həmçinin də öz dəyərinizi itirirsiniz başqalarının gözündə və öz gözünüzdə. Burada da bu vacib olacaq ki, başqa insanların, əgər xəyanətkar insan varsa həyatınızda, onları da dəf eləməlisiniz. Ya da ki, həftə boyu kiminsə xəyanətkarlığı ilə da rastlaşa bilərsiniz, onların deməli, onların ucbatından, başqa insanların ucbatından problemlər yaşana bilər. Yəni ona da diqqət yetirirsiniz. Burada həmçinin də qeyd etmək istəyirəm ki, deməli, maddiyatda bu daha çox da ola bilər. Həmçinin ki, başqa insanların xəyanətkarlığı ucbatından pul da itirə bilərsiniz. Yəni ona diqqət yetirirsiniz. Yəni gözləmədiyiniz şeylər ola bilər ya da ki, başqa insanların qatışmağına görə bu ola bilər. Yəni həmçinin də belə olur ki, misal üçün bu ümumi baxımda, ona görə mən belə deyirəm bunu. Ümumi baxımda fərqli insanlar baxır və onların durumları biraz fərqlənə bilər, həyat durumları. Və burada belə bir şey də ola bilər ki, başqa insan, yəni seçim edir, yəni bu ilişki xəyanəti də deyil. Amma başqa insanı seçir deyənə, bu da yəni sizə yönümlü bir xəyanətdir. Yəni sizə yönümlü seçim etmirlər. Başqa insanlara üstünlük verirlər ya da ki, siz misal üçün kiməsə borc verirsiniz, o insan sifəti dəyişir o insanı. Yəni gözləmədiyiniz bir şəkildə xəyanətə uğramış kimi hiss edə bilərsiniz özünüzü. Yəni çünki xəyanətin də növləri olur da. Yəni dostluqda da xəyanət olur, ilişkidə də xəyanət olur. Ona görə belə şeylərə diqqət yetirin və qeyd etmək istəyirəm ki, burada işinizdə ya da təhsilinizdə necə vardı elə qalacaq. Yəni heç bir belə ahım-şahım bir progres olmayacaq. Amma bu həftədən əvvəl etdiyiniz hər hansı bir məsələ, mövzu qabağınıza çıxa bilər bu həftə. Yəni belə şeylərə də diqqət yetirin. Əgər bundan əvvəl nəsə bir səhv eləmişdinizsə ya da nəsə problem yaşamışdınızsa, o çıxa bilər qabağınıza. Həmçinin yaxşılıqlar da çıxa bilər qabağınıza. Ondan qabaq etdiyiniz yaxşılıqlar qabağınıza çıxa bilər. Amma belə də stabil və rutin olacaq. Yəni ahım-şahım belə dəyişiklik olmayacaq. Amma buradan keçmişdən gələn bir məsələ də ola bilər. Ancaq işlə və ya təhsillə bağlı ola bilər bu. Yəni belə şeylərə diqqət yetirirsiniz. Deməli, maddiyatla bağlı əlavə etmək istədiyim şeylər var ki, maddiyatla bağlı həmçinin də burada qəlb qırıqlığı ola bilər. Nə baxımından? Siz hiss edə bilərsiniz ki, ya yetərincə almırsınız ya da ki, ya da ki boş-boşuna xərcləyirsiniz. Ya da ki kimdəsə görürsünüz ki, onun maddi durumu daha gözəldir, daha asanlıqla qazanır. Bu qəlbinizi qırır ki, niyə mən bu qədər çalışıram, edirəm, amma istədiyimi ala bilmirəm. Burada belə bəzi insanlarda belə də ola bilər. Deməli, ilişkilərdə isə burada vacib bir şey olacaq ki, konfliktlərə yol verməyin. Həmçinin hər hansı bir konflikt yaranırsa bağlanmayın. Yəni özünüzə qapanmayın. Çalışın hansısa sizi narahat edən məsələləri deyin üzə. Hər hansı bir problem yaşanmışdırsa ilişkidə, burada o problemlərlə üzləşməyiniz və onları, necə deyərlər, kompromisə getməyinizi tövsiyə edir kartlar. Əgər kompromis sizin tərəfinizdən alınmırsa, qarşı tərəfdən hələ onu gözləməyin. Çünki qarşı tərəf biraz kompromisə qapalıdır. Yəni burada ancaq sizin əlinizdədir biraz kompromis göstərmək, biraz çalışmağa ki, barışmağa, konflikt olmamağa. Amma qarşı tərəfdən bunu görmürsünüzsə, onda siz etməli olacaqsınız. Yəni burada
Əks təqdirdə, yəni bunu etmək istəməsəniz, ilişki biraz problemli olacaq və dava, küskünlük davam edəcək. Yəni ancaq sizin tərəfinizdən bu həll oluna bilər. Həmçinin də qeyd etmək istəyirəm ki, təksinizsə burada sizin qabağınıza çıxan insanlarla sizin deməli qapanmağınız o insana biraz çətinlik verəcək. Ya sizin tərəfinizdən bu qapanma olacaq, özünüzə qapanma. Yəni ona görə də istədiyiniz şəxsi heç görməyə bilərsiniz. Ya da ki görüb də ya o insan qapanır özünə, ya da ki siz qapanacaqsınız. Yəni o qədər də açıq, yaxşı kommunikasiya qurmaq istəməyəcəksiniz və ona görə də burada ilişkidə hələ heç kəs yaranmaya bilər. Ya da yaranan insan hansı ki təzə gəlib həyatınıza, sizi anlamaya bilər. Ya siz onu anlamaya bilərsiniz, onu özünə qapanıqlığı ucbatından, ya da ki o sizi anlamaya bilər. Nə istəyir bu insan, nə demək istəyirdi, məndən nə istəyir, yəni belə biraz anlaşılmazlıqlar ola bilər. Ona görə belə şeylərə diqqət yetirirsiniz. Deməli, keçid etmək istəyirəm ikinci varianta. Deməli, ikinci variantda nə gözləyir? Deməli, ikinci variantda çox gözəl hadisələr sizi gözləyir. Burada həm sevgi, həm duyğu dolu olacaqsınız, gözəl görüşlər olacaq, həm maddiyyatda gözəl hansısa irəliləyiş ola bilər. Yəni təkcə maddiyyat, yəni pul deyil də bu sizin maraqlarınızın qorunduğu bir görüşlər ola bilər və həmçində bu sizin şəxsi həyatınıza aid ola bilər. Deyək ki, şəxsi həyatda sizin qabağınıza elə bir insan çıxa bilər, hansı ki maddiyyatda sizə çox uyğundur ya da sizdən üstündür və bu insan sizə yaxşı töhfə verə bilər maddi baxımdan. Həmçində sizə çox uyğun, rahat bir insan ola bilər. Yəni sizin üçün rahat gələ bilər, sizin rahatlığınız üçün uyğun bir insan ola bilər. Həmçinin bu daha çox da qadınlara aiddir. Əgər siz bəysinizsə və bu variantı tutmusunuzsa, deməli sizin şəxsi həyatınızda biraz hələ durğunluq ola bilər, amma bu durğunluq sizin maddiyyata fokuslanmağınızı tələb edə bilər. Həmçində siz özünüz belə fokuslana bilərsiniz daha çox maddi görüşlərə, daha çox qazancınıza və gələcəyinizə. Deməli, dediyim kimi, həm yəni belə insan deyilsinizsə, deməli sizə tövsiyə olunur belə olmaq ki, şəxsi həyatınızda yaxşılaşsın. Deməli, belə insansınızsa, dediyim kimi durğunluq yaşanacaq, sizin daha çox maddiyyatınıza və gələcəyinizə fokuslanmağınıza görə olacaq bu. Həmçinin diqqət yetirməyiniz gerəkən həftə boyu hava ünsüründən olan insanlardır. Yəni hava ünsüründən olan insanlar əkizlər, doğuça, tərəzi ola bilər. Bu insanlar belə bu insanlarla bağlı məsələlər vacib olacaq və o insanların, yəni bu ünsürdən olan insanların sizin həyatınıza təsiri ola bilər. Yəni istədiyiniz şeylərə təsiri ola bilər ya da nəsə istəyə bilərsiniz bu insanlardan əldə etməyə. Həmçində qeyd etmək istəyirəm ki, maddiyyatda burada deməli ani gəlişmələr ola bilər, ya ani itkilər, ya da ani qazanclar. Amma həmçinin də ola bilər ki, həm tez qazanılır, tez də itirilir. Çünki burada biraz stabillik olmayacaq da. Yəni burada həm tez qazancın əldə olunması və tez də itirilməsi ola bilər. Ani gəlişmələr çox ola bilər. Ona görə də çalışın biraz maddiyyatda diqqət yetirin. Həmçində qeyd etmək istəyirəm ki, deməli təhsildə və ya işdə burada kommunikasiya bol olacaq, yaxşı xəbərlər ala bilərsiniz. Həmçində sizə töhfə verən insanlar qabağınıza çıxa bilər. Hansı ki işinizdə ya da təhsilinizdə sizə yaxşı töhfə göstərə bilər, köməklik edə bilərlər o insanlar. Həmçində hansısa xəbər gözləyirsinizsə o xəbəri də ala bilərsiniz. Amma ümumiyyətcə burada işinizdə, təhsilinizdə yaxşı kommunikasiya olacaq. Yəni işlədiyiniz insanlarla ya da təhsil aldığınız yerdə. Həmçinin təzə başlanğıclar və bol ani gəlişmələrin bol olacağı bir həftə sizi gözləyir. Təzə başlanğıclar üçün çox müsaitdir. Yalnız diqqət yetirin, əgər məsuliyyətsiz insanlar ya da özünüz məsuliyyətsizsinizsə belə şeylərə diqqət yetirin, yəni belə şeylərdən qaçının. Bu da vacibdir.
Deməli, bir dənə də şey istəyirəm deməyə, unutdum deməyə. Deməli, burada uşağınız varsa, bəzi insanlarda kimdə ki evlad var, uşaq var, onlarla bağlı mövzularda çıxa bilər, yəni məsələlər ola bilər. Çox da pozitiv olmaya bilər, yəni ya sizi qıcıqlandıran, ya da həll olunması, tez həll olunmasını gərəkdirən məsələ ola bilər. Yəni hansı ki biraz təşvişə salır, biraz belə stressə salır, bu da ola bilər. Üçüncü variantı keçid etmək istəyirəm. Deməli, burada işinizdə, təhsilinizdə çox gözəl, yəni işləyirsinizsə, təhsiliniz varsa, deməli, burada yaxşı xəbərlərin alınmağı, verilməyi ola bilər və həmçinin də sizi emosional olaraq qane edən yaxşı bir şey baş verəcək, yaxşı bir hadisə baş verəcək. Yəni, bu belə bir şey də ola bilər ki, hətta xoşunuza gələn bir insan da çıxa bilər, hətta sevgi kimi, yəni işdə olur da, görürük işdə ya da təhsildə hansısa çox xoşumuza gələn bir insan çıxa bilər qabağımıza, ya da ki sevdiyimiz bir insan bizimlə birlikdə ola bilər. Yəni bu bizə emosional daha da çox bizi ruhlandıra bilər. Belə şeylər ola bilər. Amma belə də bütünlüklə baxsaq, burada işdə və ya təhsildə emosional yaxşı nəticə alırsınız. Yəni emosional sizi tətmin edən emosiyalar alacaqsınız həftə boyu. Həmçində qeyd etmək istəyirəm ki, burada partnyorluq çox vacib olacaq. Deməli, işdə və ya təhsilinizdə çalışın tək deyil də başqa insanlarla daha çox ünsiyyət qurun, onların köməyini, dəstəyini istəyin. Bu çox vacib olacaq. Çünki belə bir insan tapacaqsınız, hansı ki sizə çox uyğun olacaq. Yəni ruh əkizi dediyimiz, hətta biz bu insana sevgi duymaya da bilərik. Bəzi insanlar ruh əkizinə sevgi duyur, amma bəzi insanlar sevgi duymur, belə sevgi deyil də, yəni kişinin qadına duyduğu sevgi deyil də daha çox bacı, qardaş ya da ailəmizdən, qohumuzdan olan bir insan kimi, yaxın kimi görürük. Yəni bizim ruh əkizimiz kimi, bizə oxşayan, amma biz bu insana bu qədər simpatiya duyuruq ki, bu bizə oxşuyur. Yəni güzgüyə baxdığımız qədər oxşuyur. Yəni belə şeylər də ola bilər və sözsüz bu insanın sizə gözəl, yaxşı həm emosiyalar verməyi ola bilər, həm də ki köməklik göstərməyi ola bilər. Ona görə çalışın təklikdə deyil də başqa insanlarla da bu kommunikasiyanı qurun. Həmçinin də əgər iş axtarırsınızsa iş tapa bilərsiniz. Sizə uyğun olan və ya sizə çox necə deyərlər, sizi hər baxımından tətmin edən bir iş ola bilər bu. Ya da ki, belə bir işə müsahibə keçə bilərsiniz ya da belə bir işə müraciət edə bilərsiniz. Hansı ki, sizi emosional olaraq çox tətmin edə bilər. Düşünə bilərsiniz ki, bu iş tam mənə görədir. Bunu dedik, artıq keçid etmək istəyirəm ki, həftə boyu əsas mövzulardan biri sizin deməli başqa insanlardan gizlətməyiniz gərəkən şeylər ola bilər, ya da ki o insanlar sizdən gizlədə bilər. Burada biraz necə deyərlər, biclik ola bilər. Yəni ya siz o bicliyi işlətməli olacaqsınız, ya da ki o insanlar sizə biclik işlədəcək. Bu sizi biraz məyus edə bilər, ya da ki sizin işlətdiyiniz biclik ya da nəyisə gizlətməyinizin ortaya çıxması ilə bağlı məyusluq ola bilər. Burada biraz məyusluq ola bilər ki, gözlədiyimiz şey başqa olur, aldığımız şey tamamilə başqa olur. Həmçində qeyd etmək istəyirəm ki, burada deməli sizin nəyisə gözləməli olduğunuzu da göstərir kartlar. Yəni məcbur olacaqsınız gözləməyə, qərar verməyə, həmçində başqa insanın qərarını gözləməli ola bilərsiniz. Həmçində burada sizə seçim verilə bilər. Bəzi insanlarda belə olacaq və o seçim 2-dən çox ola bilər. Yəni deyək ki, bəzən olur ki, 2 variant arasında seçirik, qalır da. Bu ondan daha artıq seçim deməkdir. Yəni belə bir seçimlər ola bilər və gözləməyiniz ola bilər. Deyək ki, misal üçün harasa müraciət edirsiniz. Bu tək instansiya deyil, ikinci instansiya da deyil. Bir neçə instansiyadır, 2-dən çox instansiyadır. Yəni onun nəticəsini gözləməyiniz ya da həmin insanlarla bağlı, yəni bir yerdən deyil də bir neçə yerdən. Misal üçün
bəzən olur ki, bir neçə dostumuzdan xəbər gözləyə bilərik. Yəni danışığı çox adamla qururuq və o insanlardan xəbər gözləyirik. Belə də ola bilər. Bu bir misaldır. Şəxsi həyatınızda əgər xanımsınızsa, burada başqa bir xanımın deməli ilişkiyə qatışmağı ola bilər. Əgər ilişki varsa, ilişki yoxdursa, məyus edici şeylər ola bilər. Yəni sizin üçün var olan ilişki ya da insanlar hansı ki ilişki üçün çıxır, onlar sizə ağır gələ bilər, narahat edə bilər və həmçinin də narahatçılıq, qanqaraçılıq verə bilər. Bəysinizsə, qabağınıza çıxan xanım belə ola bilər, hansı ki çox belə, necə deyərlər, problemləri olan bir xanımdır. Yəni fikrində, ağlında yaşadığı hansısa ilişkidən bir problemi var ya da həyatında olan problemlərdən biraz yorğun bir xanımdır və emosional olaraq biraz çöküntü yaşayan bir xanımdır. Burada səbirli olmağınızda fayda var. Həmçində o xanım sizə belə bir bəysinizsə xüsusən də necə deyərlər, biraz özünün yaşadığı problemləri sizə də yansıda bilər. Ona görə problemlər yaşana bilər. Burada deməli maddiyatda sizin maddiyatınızı yaxşılaşdırmağınız üçün hansısa variantlar çıxacaq, amma o variantları ya görməyə bilərsiniz, ya da ki istifadə etməyə bilərsiniz. Həmçinin də burada belə bir şey ola bilər ki, siz misal üçün hansısa pulu əldə edirsiniz, amma sonrasında elə bir xərcləmə çıxır ki, heç qoymadı sizə sevinəsiniz, anında artıq buna o xərcləməni etməli olacaqsınız. Yəni belə bir şey də mümkündür.